Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İsrail övladlarına gələn o parçalanma, o təfriqəsi mənim ümmətimdə də olacaq. Və hətta deyir, yəni mənim ümmətimdən olan insanlar onların yoluna qarış-qarış tabi olacaqlar. Hətta deyir, onlardan birisi anası ilə aşkarda əlaqəyə girsə, mənim ümmətimdən də bunu edənlər olar. Və həqiqətən də İsrail övladları 72 firqəyə bölündülər. 72 millətə bölündülər. Mənim ümmətim isə 73 millətə bölünəcək. Onların hamısı ateşdə, yalnız birindən başqa. Və Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşulan ki, Allahın Rəsulu, bu bir millət, o firqə kimdir? Allah Rəsulu sallallahu əleyhi və səlləm buyurur ki, mən və həmçinin sahabələrimin yolu üzərində, mənim və həmçində sahabələrimin yolu üzərində olanlar. Deməli, bunlar kimlərdir? Sələf-i salihdir. Sələflərdir, əhl-i-sünnə vəl cəmaədir. Və bunlar nicat tapan firqədir. Aydındır, çünki yəni müsəlmanların içərisində təfriqəsilik var, firqələr var. Amma bu müsəlmanların içərisində bir firqə var ki, nicat tapan firqədir. Bunlar da sələf-i salihdir. Əməllərlə, sözlərlə, hərəkətlərlə Peyğəmbər sallallahu əleyhi və səlləm yoluna tabi olanlar və həmçinin Quranı, sünnəni, sələfin fəhmi ilə yaşayan insanlardır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verdi ki, bu ümmətdə firqələr olacaq. Səbəblər var. Mücməl olaraq təfsirata girmədən bəzi səbəbləri xatırladaq. Birinci səbəbğuluv idi, hətta aşmaq idi.Ğuluv da bilirsiniz ki, yəniğuluv ümumiyyətlə hətta aşmağa deyilir. Mücavazət-i asl-ı təbii, yəni əsl olan şeydə hətta aşmaq, buna quluv deyilir. Və ona görə də yəni bu, həqiqətən bu quluv, hətta aşmaq çox bir çirkin xəstəlikdir. Dində olan xəstəliklərdən biridir ki, hansı ki bu xəstəlik bizdən əvvəlki ümmətlərə üz vermişdir. Lakin dinimiz, İslam dini bizi hətta aşmağın bütün vəzifələrindən bizi çəkindirib. Bütün surətlərindən, bütün formalarından bizi dinimiz bundan çəkindirib. Və dinimiz bizə buyurub ki, yəni bizdən qabaqçıların yoluna tabi olmaq, yəni yoluna bizdən qabaq həlak olan ümmətlər oldu, Yahudilər və həmçinin Nəsranilər, Xristianlar, onların yoluna tabi olmayaq. Necə ki Allah Subhanahu wa Taala buyurur: "Qul ya əhlel kitab la təğlu fi dinikum." De, ey kitab əhli, dininizə hətta aşmayın. Bu ayənin təfsirində Maidə sözü 77-ci ayənin təfsirində alimlər buyurur ki, yəni İbn Əbi Hatim Qatadədən rivayət edir ki, yəni o belə demişdir bu ayənin təfsirində ki, la təbtədi'u, dində bidət eləməyin. Dinə yeniliklər gətirməyin və həmçinin başqa təfsirdə də keçir ki, quluv, hətta aşmaq haqqdan ayrı düşməkdir, haqqı bölməkdir. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də bizi hətta aşmaqdan çəkindirib çox hədislərdə. Hətta Allah Resulü sallallahu əleyhi və səlləm yəni daş məsələsində belə hətta aşmağı bizlərə qadağan edib. Hansı ki o daş ki, yəni həcc günlərində insanlar daş atma mərasimində o daşı atırlar və Peyğəmbər sallallahu əleyhi və səlləm hətta bu yerdə buyurub ki, onda belə hətta aşmaq olmaz. Yəni məşhur hədisdə İbn Abbas radiyallahu anhuma Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, deməli onun üçün yəni Peyğəmbər sallallahu əleyhi və səlləm miniyin üzərində olanda ona buyurur ki, onun üçün camarata atılacaq daşlar yığsın. Və İbn Abbas da deyir ki, mən deyir, yəni ovucumun içinə daşları yığdım və deyir, onları Peyğəmbər sallallahu əleyhi və səlləm əlinə qoyanda yəni Allah Resulü sallallahu əleyhi və səlləm dedi ki, yığdığın daşlar belə olsun. Yəni böyük daşlar olmasın, yəni balaca daşlar. Yəni noxud boyda olan daşlar. Və sonrası Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, yəni dində hətta aşmayın, bundan özünüzü həzər edin. Həqiqətən də dində hətta aşmaq sizdən əvvəlkiləri həlak eləmişdir. Deməli, hətta daş məsələsində belə Peyğəmbər sallallahu əleyhi və səlləm bizi xəbərdar eləyib ki, ümməti bu məsələdə belə hətta aşmasın. Və hətta aşmaq da, əziz qardaşlar, əziz müsəlmanlar, yəni dində bidəti ortaya çıxartdı və bidət də sözsüz ki, parçalanmanı vacib edir
Ona görə də bidətə çağıranlar görürsən ki, insanları belə bölürlər və ona görə də hətta o dində hətta aşan insanlar elə qövmlər oldu ki, onlar dindən belə çıxırlar. Necə ki, xavariclər yəni onların dində bu həddi aşmağı onlar üçün həm dünyada, həm də axirətdə onlar üçün bir müsibət oldu, bir bəla oldu. Və onlar ibadətlərdə həddi aşdılar və elmsiz formada ibadət elədilər və beləliklə bidətə düşdülər. Və biz xavariclər və həmçinin şiyələrin ortaya çıxma səbəblərinə baxanda əvvəlcə bu iki tayfanın başında duran İbn Saba idi. İbn Saba bu iki firqənin sanki toxumunu səpdi və o başladı elə fikirlərlə müsəlmanların arasına girdi ki, sanki bu İslamın qeyrətini çəkir və başladı Osman radiyallahu anhunun xəlifəlikdən enməsini tələb etməyə. Və sonra isə bu, yəni insanları çağırdı Əhl-i Beytin yanında durmağa və onun şiyələrindən olmağa və həmçində bu insan deyirdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm özündən sonra əlini təyin edib gedib və belə bu yəni murdar etiqadlarda idi. Və bu insanın İslamla yəni heç bir əlaqəsi yox idi. Və beləliklə Əli radiyallahu anhu barəsində yəni qulub oldu şiyələr yanında və həmçinin də vaid məsələlərində isə xavariclər ifrata vardılar. Və onlar dedilər ki, böyük günah sahibi əbədiyyən cəhənnəmlikdir və böyük günah sahibi artıq İslamdan çıxır. Birinci səbəb hədd aşmaq idi və ikinci səbəb isə yəni mədəniyyətlərdən və həmçinin əcnəbi dinlərdən bəzi müsəlmanlar bunlardan təsirləndilər. Yəni, qeyri-müsəlmanların mədəniyyətlərindən təsirləndilər və həmçinin qeyri-müsəlmanların dinlərindən təsirlənib ortaya belə firqələr çıxdı. Yəni, burada qeyri-müsəlmanlar dinləndə yahudilər, nasranilər, münafiqlər və başqaları nəzərdə tutulur. Deməli, burada birinci ortaya çıxan firqə rafizlər oldu. Hansı ki, bu rafizliyin başında duran, onu icad edən Yahudi idi. Abdullah ibn Saba idi və bu insanın məqsədi o idi ki, İslam dinini korlamaq, İslam dininə xəbis fikirləri salmaq idi. Deməli, bu insan Abdullah ibn Saba Yəmən yahudilərindən Sana'dan idi və bunun etiqadı ilə yahudilərin etiqadı kimi idi. Necə ki, yahudilər deyirlər ki, yəni hökmdarlıq ancaq yəni indi Davudun ailəsinə aiddir. Rafizlər də deyirlər ki, imamlıq ancaq Əlinin övladlarına aiddir. Və həmçinin yahudilər deyirlər ki, Məsih-i Dəccəl gəlmədikcə yer üzərində cihad yoxdur və həmçinin də səmadan qılınc enmədikcə yer üzərində cihad yoxdur. Rafizlər də bu etiqadda onlara müvafiq olaraq deyirlər ki, yəni Mehdi gəlmədikcə, Allahın razı qaldığı insan gəlmədikcə yer üzərində cihad yoxdur və həmçində səmadan carçı deməsə ki, yəni ona tabi olun, o vaxta qədər yer üzərində cihad yoxdur. Və beləliklə bu insan belə rafizliyi ortaya çıxartdı. Təbii ki, bunu yəni, bəziləri qəbul etmək istəmir, amma əsl odur ki, yəni, bu firqənin kökünü qoyan Abdullah ibn Saba idi. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, yəni, nifaq əhli bir zamanlar öz istədikləri şeyi İslama saldılar. Yəni, onlar nə istəyirdilərsə bunu müsəlmanların içərisində saldılar və buyurur ki, Şeyx rahimehullah yəni rafizliyi ortaya çıxardan zındıq Yahudi birisi idi və bu insan İslamı özündə göstərirdi, lakin küfrünü isə gizlədirdi. Beləliklə müsəlmanların arasında fəsad yayırdı. Necə ki, Bulus, yəni Nəsrani dinini körladığı kimi. O bu insan müsəlmanlar arasında fitnə saldı Abdullah ibn Saba. Hətta yəni bu fitnənin nəticəsi Osman radiyallahu anhunun ölümü ilə nəticələndi. Hətta yəni möminlərdən bəziləri münafiqlərə belə tabi oldular. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, əgər münafiqlər sizinlə birlikdə cihada çıxsaydılar, yalnız içinizdə, yəni onlar ancaq sizin içərinizdə
fəsadı artırar və həmçinin sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Və beləliklə bu ümmət yəni belə parçalandı. Yəni Rafizi bidəti girəndən sonra və bu insan başladı yəni Əli radiyallahu anhunun yəni imamlığına çağırmağa, hansı ki o deyildi ki, yəni Peyğəmbər sallallahu özündən sonra Əlini vəsiyyət olaraq qoyub gedir və həmçində imamların məsum olması barəsində başladı danışmağa və həmçində Əbbəkir Ömər barəsində başladı çirkin və murdar sözlər danışmağa, hansı ki bu yəni onlara qarşı, Əbbəkir Ömərə qarşı radiyallahu anhum olan bir zülm idi, iftira idi. Amma bu fikrə tabi olanlar kafir deyil idilər. Lakin bu fikir ortaya şiəlik bidətindən çıxartdı, hansı ki bu bidət şirki açılan bir qapının açarı idi. Yəni bu firqənin bəzi batil etiqadları var idi. Dedi ki, yəni imamlarda hətta aşmaq, yəni onları şirtmək və həmçinin də deyirdilər ki, yəni qiyamətə yaxın yəni bəzi insanlar diriləcəklər və onlar yer üzərinə gələcəklər və münafiqlərdən, yəni kafirlərdən intiqam alacaqlar, onları öldürəcəklər. Təbii ki, bunlar hamısı fəsad etiqadlar idi. Və sonra isə adət-ənənlərdən və həmçinin də əcnəbi dinlərdən təsirlənən ikinci qism inkar edən firqələr idi. Ad və sifətləri inkar edən firqələr idi. Və bu məqalələrin başında da duran və inkar məsələsini, ad və sifətlərin inkarı məsələsini ortaya atanlardan biri də Cəd ibn Dirhəm idi. Və Cəd ibn Dirhəmin tələbəsi də Cəhm bin Safvan idi. Və sonra artıq ortaya başladı kəlami firqələr, cəhmiyyələr, mu'təzilələr, əşarilər, maturidilər ortaya çıxmağa. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Cəd deyir, bu etiqadını götürüb Əbən ibn Sim'əndən. Əbən ibn Sim'ən barəsində alimlər buyururlar ki, bu insan yəni İraqda çıxan bir adam idi, İraqda yaşayırdı və bu Əli radiyallahu anhunun ilah olduğunu etiqad edirdi və deyirdi ki, Əlidə yəni ilahi yəni vəsiflər var və həmçinin də sonra isə deyirdi ki, Əlidən sonra ilahlıq keçib onun oğlu Məhəmmədə və sonra isə onun oğlundan sonra keçib Əbi Həşimə. Və hətta bu insan Peyğəmbərlik iddiasından belə çəkinmir. Əbən ibn Sim'ən insanları özünə çağırır və həmçində iddia edir ki, bu insan Peyğəmbərdir. Və sonra isə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, həmən bu Əbən bu etiqadı götürür Talutdan. Talut barəsində alimlər buyurur ki, bu Yəhudi Ləbid ibn Asamın bacısı oğludur. Bu Ləbid Peyğəmbər sallallahu aleyhi ve sellemə sehr eləyənlərdən idi. Və o etiqadda idi ki, Quran məxluqdur və dedi ki, yəni bu Talut bu etiqadı öyrətdi Əbən ibn Sim'ənə və sonra isə Əbən ibn Sim'əndən öyrəndi Cəd ibn Dirhəm, Cəhm bin Safvan da götürdü Cəddən və həmçinin də Cəhm bin Safvandan da Bişr Mirrisi bu etiqadı öyrəndi. Ad və sifətlərin inkarı etiqadını ondan öyrəndi. Yəni artıq biz burada görürük ki, bu insanların etiqadı kəlami firqələr, cəhmilər, mu'təzilər, əşarilər, maturidilər, bunlar etiqadlarını Yahudilərdən, müşriklərdən götürdülər. Və hətta yəni o Yahudilər və müşriklər, həmçində bu firqənin sahibləri o etiqaddadırlar ki, onlar buyururlar ki, Allah subhanahu wa ta'ala ərşinə istiva eləməyib, ərşinə yüksəlməyib. Onlar bunu inkar edirlər və deyirlər ki, əgər belə olarsa, o zaman onda məxluqa bənzətmiş olarıq və onlar istivanı istəvlə hökmü altına aldı deyərək bu batil fikri insanlar arasında yaymağı başlayıblar. Və onlar deyirlər ki, istivanın mənası istəvlə deməkdir, hökmü altına almaq deməkdir. Və bu məqalənin sahibləri də Cəd ibn Dirhəm, Cəhm bin Safvan idi. Hansı ki, bu cəhmiyyələrin etiqadı idi. Və sonra isə üçüncü firqə qədərlərdir. Hansı ki,
Yəni bu firqənin ortaya çıxma səbəbi yəni adət, qeyri-müsəlmanların adət ənənələri və həmçinin əzəmi dinlərdən idi. Qədərlər barəsində alimlər buyurur ki, qədəri inkar edənlərdir, həmçinin qədərin bütün mərtəbələrini inkar edirlər və bu qədərlərin əslində qoyan xristian birisi idi. Necə ki, bu arada İmam Avzə Rəhməllah buyurur ki, qədər barəsində ilk danışan İraqlı olan Səvsən adlı bir insan idi. Bu adam nəsrani idi. Sonra müsəlman oldu, sonra təzədən nəsraniyə keçdi və bu Səvsəndən də Mə'bədül Cühəni bu etiqadı öyrəndi və Mə'bədül Cühəndən də Qayələn bu qədəri etiqadını götürdü. Mə'bədül Cühəni barəsində alimlər buyururlar ki, bu Mə'bəd müftədi idi, bidətçidir. Bəsrədə üzə çıxmışdı və yəni və həmçində Qayələn dedi ki, Mə'bəddən götürdü. Qayələn də yəni bu da yəni özü üçün bir firqə çıxarmışdı. Qayələniyyə firqəsi çıxarmışdı. Bunlar ikisi də qədəri inkar edən insanlar idi və həmçinin qədərin inkarına çağıranlar idi. Qayələn demək ki, həm qədəri inkar edirdi və həmçinin də inkar edirdi ki, Allah Subhanahu wa Taala qulların feillərini yaratmayıb. Və bu da Mu'təzilərin etiqadının əslidir. Bunun da adını Mu'təzilərə qoyublar ədalət. Mə'bədül Cühəni sahabələrin son zamanda ortaya çıxmışdı. Və bir gün Yahya ibn Ya'mər rahimehullah radiyallahu anhu buyurur ki, bir gündür mən Hümeyd ibn Abdurrahmanla bir yerdə idim və biz dedik ki, əgər biz Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrinlə qarşılaşsaq, onlara qədərlər barəsində sual verəcək. Və onlar belə Ömər radiyallahu anh'ın oğlu Abdullahla görüşürlər məscidin içərisində və onlar yəni qədərlər barəsində Abdullah ibn Ömərdən soruşurlar ki, ey Abdurrahman atası, yəni bizim içərimizdə insanlar var ki, onlar Quran oxuyurlar və həmçində yəni elm öyrənirlər. Lakin onlar deyir ki, qədər yoxdur, qədər boş şeydir. Və Abdullah ibn Ömər radiyallahu anhu buyurur ki, əgər onlarla qarşılaşsan, onlara bildir ki, mən onlardan uzağam, onlar da məndən uzaqdırlar. Və sonra Allaha and içir və buyurur ki, əgər deyir, onlardan biri, yəni Uhud dağı boyda deyir, sədəqə versələr, Allah yolunda xərcləsələr, Allah bunu onlardan qəbul etməz, hətta onlar qədər iman gətirmədikcə. Və sonra isə deyir ki, atam deyir, mənə belə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni iman, Allaha iman gətirmək, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və bir də qədərin xeyrinə və şərinə iman gətirməkdir. Yəni qədərə iman gətirmək. Və deməli biz baxdıq və gördük ki, belə bir nəticə gəldi ki, bu firqələrin əsli qeyri-müsəlmanlardan gəldi. Başqa dinlərdən gəldi. Ona görə də bu firqələrin başına gedən insanlar heç olmasa bir düşünsünlər bunu, heç olmasa bir baxsınlar. Bu firqənin əsli hardan gəlib, kökü hardan gəlib. Bu firqələr kitab və sünnədən uzaqdır və həmçinin də yəni bu ümmətin sələflərindən uzaq olan bir firqələrdir. Və üçüncü səbəb isə yenə də bu səbəb yəni adət ənənələrin, əzəmi adət ənənələr və həmçinin də əzəmi dinlərin altına girən səbəbdir. Fəlsəfi kitabların ərəbcəyə tərcümə olunması. Yəni bəzi Yunan fəlsəfəsi ərəb dilində tərcümə olundu. Abbasilərin vaxtında, Məmunun zamanında yəni fəlsəfi kitablar götürüldü və həmçinin tərcümə olundu və beləliklə artıq bu ərəfədə bu kitablar ortaya çıxanda yəni Cəhmilər, Mu'təzilələr, hətta Şiələr belə baş qaldırdılar. Lakin elhamdülillah bəzi müsəlmanlar bu azğın fikirlərdən uzaq idilər. Bu kitablara meyl eləmirdilər. Çünki bilirdilər ki, Allah onlar üçün nədən razı qalıbsa və Peyğəmbər də onlar üçün nəyə razıdırsa, bu onlara kifayətdir. Onlar bu etiqadlı idilər. Və bilirdilər ki, Quran və sünnə onlara bəsdir. Həmçində bilirsiniz ki, Fars torpaqları fəth olunanda, hansı ki Ömər ibn Xattabın vaxtında, orada onlar çoxlu kitablar tapdılar. Səd ibn Əbi Vaqqas
radiyallahu anhu yazır Ömər ibn Xattaba ki, bu kitablara nə edək? Bu kitabları nə məsləhət görürsən? Bu kitablar müsəlmanlar arasında yayaq yoxsa yox? Ömər radiyallahu anh yazır ki, o kitabları suya atın. Və əgərdir o kitablarda hidayət varsa, doğruluq, düzgünlük varsa, Allah subhanahu wa ta'ala bizi ondan da düzgünlə, ondan da doğrusuna yönəldib və onu bizlər üçün nazil edib. Əgər o kitablarda zəlalət varsa, azğınlıq varsa, insanları çaşdıran fikirlər varsa, Allah bizi onlardan qoruyub və beləliklə onlar həmən o kitabları suya atırlar və ya onları yandırırlar və belə o kitabları tələf edirlər. Yəni, bu kişilərin yəni dini olan hərisliyi idi, Quran və sünnəyə olan hərisliyi idi və onlar başqa kitablar oxumurdular. Çünki bilirdilər ki, bu kitablar yəni oxumaq, bu kitablar oxumaq fitnə fəsaddır və həmçinin də insanların müxtəlif fikirlərə düşməkdir. Ona görə də bugün müsəlman da deməli bidətçilərin kitabını oxumalı deyil, bidətçilərə qulaq verməli deyil, onlara qulaq asmalı deyil. Yəni bu məsələdə hər dəfə danışılır, tez-tez təkrarlanır. Çünki buna ehtiyac var. Çünki bugün bidət firqələrinin çoxaldığı bir vaxtdır. Yəni xüsusən də ixvan fikrinə çağıran insanlar və həmçində əşarilər, maturidilər və həmçində təkfir fikirli insanlar çoxdur. Ona görə müsəlman yəni dinində diqqətli olmalıdır. Hər qarşısına çıxana qulaq asmalı deyil. Çünki bu elm sizin dininizdir. Baxın, dininizi kimdən götürürsünüz? Necə ki, İbn Sina rahimehullah buyurduğu kimi. Və sonra isə artıq keçdik 4-cü səbəbə, firqələrin ortaya çıxma səbəbi, əqidə məsələlərində ağlın hakim tutulması, ağlın hökm verməsi. Bu məsləki tutmaq, bu yolu tutmaq dində firqələr ortaya çıxartdı. Şək yoxdur ki, ağıl insana Allah tərəfindən verilən bir hədiyyədir ki, İnsan, Allah subhanahu wa ta'ala insanı bununla heyvanlardan fərqləndirib. Allah tərəfindən olan bir nemətdir və Allah subhanahu wa ta'ala bu ağıl nemətini insana verib ki, insan fikirləşsin, düşünsün, dərk eləsin, fəhm eləsin, tədəbbür eləsin və həqiqətən də dinimiz, İslam dini ağla, insan ağlına böyük hörmət göstərir. Lakin insan bilməlidir ki, ağlın da idrak eləmə məsələsində, başa düşmə məsələsində bir həddi var ki, ağıl o həddən o tərəfə keçə bilmir. Və Allah subhanahu wa ta'ala bəzi şeylər var ki, yəni bütün şeylər üçün Allah subhanahu wa ta'ala ağla o idraki verməyib. Yəni, məsələn, bir çox əqidə məsələləri var ki, yəni o əqidə məsələlərini ağıl müstəqil olaraq o məsələləri dərk edə bilməz. Ta ki, vəhiy gəlmədikcə, dəlil gəlmədikcə. Təbii ki, ağıl fəhm eləməlidir, düşünməlidir. Lakin dedi ki, bəzi məsələlər var ki, ağıl onun həqiqətini, keyfiyyətini dərk eləyə bilmir. Yəni, hətta o dəlili başa düşsə də belə, onu tədəbbür eləsə də belə, lakin onun həqiqətini dərk edə bilmir. Bunu bacarmır. Məsələn, necə ki, ruh kimi, bizim cəsədimizdə olan, bədənimizdə olan ruh kimi. Və insan o ruh barəsində təbir etmək ona çətindir. Onun həqiqəti barəsində danışmaq çətindir və insan bunu bacarmır. Çünki insanlar bunu görməyiblər. İnsanlar bunu gözlərinin qarşısında görməyiblər. Və həmçinin Allah subhanahu wa ta'alanın ad və sifətlərini əzbərləyirlər və həmçinin onların mənalarını bilirlər. Amma keyfiyyətə gəldikdə isə onlar bizə bəlli deyildir. Və həmçində buna aiddir, yəni axirət məsələləri, cənnət və cənnətdə olan nemətlər, cəhənnəm və həmçində cəhənnəmdə olan əzab və həmçində bunu kimi qeybi xəbərlər leysət min mədarikil aql. Ağıl bunu dərk eləyə bilmir. Aydındır? Lakin insan bunu oxuyur, başa düşür və öncə tədəbbür eləməyə çalışır, amma o yəni keyfiyyətə gəldikdə isə ağıl bunu dərk eləmir. Artıq o hədd onda yoxdur. Artıq insan o həddi aşa bilmir. Aydındır? Deməli, əgər məsələ belədirsə, yəni deməli ağıldan tələb olunur ki, ağıl artıq yəni açıq aydın şərii dəlillərin qabağında, Quran və sünnənin dəlili qabağında təslim olsun. Hətta onları başa düşməsə də belə. Aydındır?
Hətta başa düşməsə də belə, ona çətin gəlsə də belə, artıq ona vacibdir ki, Quran və sünnədən dəlil gəldisə, artıq ona yəni heç bir şəksiz, şübhəsiz tabi olmağa çalışmalıdır. Çünki bizə əmr olunan odur ki, yəni o dəlillərin qabağına təslim ol və həmçinin onlara iman gətirək. Yəni əgər biz dini məsələlərdə bir şey eşidəriksə, bir xəbər, bir ayə, bir hədis eşidəriksə, əlhamdülillah, əgər yəni onu fəhm eləsə, onu başa düşsək, aydındır. Bu Allah tərəfindən bizə verilən bir müvəffəqiyyətdir, bir tövfiqdir. Və buna görə Allaha şükür eləmək lazımdır. Əgər sən onu başa düşməsən və həmçinin onu dərk eləməsən, insan əgər onu başa düşmür, bunu dərk eləməsə, yenə də bu yerdə ona vacibdir ki, artıq iman gətirsin və həmçində onu təsdiq eləsin. Çünki bizə əmr olunan az öncə qeyd etdiyimiz kimi iman gətirib təsdiq eləməkdir. Lakin yəni bəzi firqələr isə bu məsələlərdə azıblar və onlar dedi ki, ağlı hakim tutublar və onlara artıq hər hansısa bir Allahdan və Rəsulundan bir dəlil gələrsə, onlar bunu ağıla qaytararlar. Çünki ağıl onlarda mütləq hökm verən bir orqandır. Ağılla oturub durur bu insanlar və onlar düşünürlər ki, ağıl hər şey hökm verir. Əgər bir şey, yəni ağıl, əgər Quran və sünnəyə müxalifdirsə, ağıl əgər onu qəbul etmirsə, o zaman onlar o dəlili də qəbul etməzlər. İnsanlar da ağılla oturub duran və onunla hərəkət edən insanlardır. Və bunlardan da, bunların alimlərindən Zəməxşərini misal gətirmək olar. Zəməxşəri Mu'təzilə alimlərindəndir. Mu'təzilə etiqadında olan bir insandır. Və bu insan yəni Allahın sifətlərini inkar edir. Həmçinin Quranın məxluq olma etiqadındadır. Və həmçinin də o Allahın axirət günü görünməyəcəyini etiqad edir. Və həmçinin o deyir ki, İnsanlar özləri öz feillərini yaradıblar, Allah onların feillərini yaratmayıb. Ya bu insan həmən bu Zəməxşəri, əlbəttə ki, bu bidətçidir. Və bu insan ağla sultan ləqəbini, hökmdar ləqəbini qoyub və deyir ki, sən deyir dinində sultanın bayrağı altında get, yəni ağlın bayrağı altında ol dində və sənə deyir filan kəsdən olan rəvayətlər heç bir sənə fayda verməz. Və sən deyir bu rəvayətlərə deyir, bu rəvayətlərlə kifayətlənmə. Bu rəvayətlərlə hər hansısa bir qənaətə gəlmə. Və təbii ki, bu insan, yəni görürsünüz ki, yəni dəlili qəbul etmək istəmir. Və buyurur ki, sən ağılla hərəkət elə. Ağıl əgər qəbul eləməsə, artıq sən də dəlili qəbul etmə. Və həmçinin də onun etiqadından, yəni o buyurur ki, yəni dəlilə tabi olan, ağıla tabi olmayan insan, ağıla tabi olan insanın qabağında zəlildir. Yəni, bu onun etiqadındandır və təbii ki, bunlar batılı etiqadlardır. Lakin çox təəssüflər olsun ki, yəni, bəzi müsəlmanlar bu insanın təfsirini oxuyurlar və ona görə də Əhl-i-Sünnə, Sələf-i Salih belə bidət imamlarının təfsirlərini oxumalı deyil və Sələf-i Salihin, Sünnə əhlinin təfsirini oxumalıdır. Həmçinin Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, وَتَفْصِيلَ كُلِّ şey. Yəni, bu kitabda hər bir şeyin təfsilatı var. Yusuf Surəsi 111-ci ayənin təfsirində. Həmən bu insan buyurur ki, dində olan qiyas, icma, sünnə, bunlar hamısı nədir? Ağlı dəlillərdən sonradır. Yəni, bu etiqadın sahibləri, yəni ağlı, Quran, sünnənin dəlillərindən önə çəkiblər və həmçinin icmadan və həmçinin qiyasdan önə çəkiblər. Və həmçində bu minvalda, bu yolu gedənlərdən də biri Əl-Cahiz deyir ki, qəti hökm verən ağıldır. Yəni, hətta bu insanın etiqadına baxsaq, deməli, bu insan buyurur ki, yəni, ağıl artıq nədir? Konkret hökm verəndir. Lakin dəlillər isə, Quran və sünnə isə ağla tabidir. Ağlı Quran və sünnəyə tabi etmək yox, buyurur ki, Quran və sünnə ağla tabidir. Bu da təbii ki, Allah qorusun, yəni vəhiy ilə olan ədəbsizlikdir. Quran və sünnə ilə olan ədəbsizlikdir. Və təbii ki, bir insan əgər bidətçidirsə, yəni bu şeylərin ondan çıxması heç də təəccüblü deyil. Əl-Cahiz özü həmən bu insan Amr ibn Bəhr ibn Məhbub Əl-Basridir. Və bu Mu'təzilərin başında gedənlərdəndir. Həmçinin də Cəbbar Həmzən el-Mu'təzili
ağıl barəsində buyurur ki, şəri dəlillərdə birinci ağıl olmalıdır. Ağıl onu çəkməlidir, çünki sən deyir, ağılla pislə yaxşını ayırt edə bilirsən. Ümumiyyətlə, insan bilməlidir ki, haqq ümumiyyətlə heç vaxtı sağlam ağılla ziddiyyət təşkil edə bilməz. Yəni, sağlam ağıl haqqı qəbul eləməlidir. Və bu təsəvvür olunan bir şey deyil ki, insanın yəni ağlı sağlam olsun, düzgün olsun, amma dəlili qəbul eləməsin. Bu, mümkün olan bir şey deyil. Ona görə də Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanlara nə ehtiyac varsa, müsəlmanların nə ehtiyacı olduğu şeylər varsa, dini məsələlər hamısını onlara öyrədib. Və müsəlmanlar da beləliklə dinlərini, yəni beləliklə Peyğəmbər sallallahu aleyhi və səlləm götürüblər. Etiqad olsun, ibadətlər olsun, başqa məsələlər olsun. Və bunları müsəlmanlar həm Quranlar və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə və həmçində sələflərin ittifaq elədiyi, bu ümmətin sələflərinin, imamlarının ittifaq elədiyi şeylərdən götürüblər. Və bunların heç birində ağla müxalif olan, sağlam ağla müxalif olan, əks olan heç bir şey yoxdur. Doğru düzgün ağla müxalif olan nəsə varsa, yəni bu təbii ki, batildir bu şeylər. Deməli, o sağlam ağıl dəlili qəbul edir. Və sağlam ağla nə pis görünürsə, əlbəttə ki, bu şəriətdə də pis şeydir. Lakin bəzi insanlar görürsən ki, bəzi ləfsləri, bəzi terminləri ola bilsin ki, başa düşmürlər. Aydındır və yaxud da bəzi ləfslərdə onların başa düşdüyü batil mənalar olur. Yəni, ona görə də Şeyx Rahimullah buyurur ki, problem həmin insanların özündədir, problem kitab və sünnədə deyil.